Hər yay özünə söz verirsən ki, bu yayı düzgün dəyərləndirəcəm, amma yay bitir, yenə də bir dəyişiklik olmur. Əgər sən də beləsənsə, bu video sənin üçündür. Sosial şəbəkədə saatlarla vaxt keçirirsən, amma bu ayırdığın vaxtı necə gəlirə çevirə biləcəyin haqqında heç düşünməmisən yəqin ki. Əgər belədirsə, mən bunu necə gəlirə çevirə biləcəyini sənə izah edim. Tələbələrimiz onlayn ticarət vasitəsilə günlük sadəcə 1 saat vaxt ayıraraq məhsul tapır, həmin bu məhsulu platforma daxilində paylaşır və bir həftə ərzində artıq ilk sifarişləri gəlir. Bunu edərək artıq saatlarını düzgün dəyərləndirməyə bacaran tələbələrimizin sayı 2000-ə yaxınlaşır. Əgər sən də həmin bu saatını, yəni itirdiyin vaxtını düzgün dəyərləndirmək, əlavə gəlir və yaxud da özün üçün əsas gəlir mənbəyi yaratmaq istəyirsənsə, sadəcə rəylərə elektron ticarət yazmağın kifayət edir. Bu yay sənin yayındır, yayı düzgün dəyərləndir.